Rusiya vətəndaşlığının verilməsi qaydalarının dəyişdirilməsi təklif olunub. Belə ki, Rusiya Daxili İşlər Nazirliyi vətəndaşlıq almaq üçün tələb olunan sənədlərin siyahısına əlavə edilməsini təklif edib. Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə təklif olunan dəyişikliklərə əsasən Rusiya Federasiyası vətəndaşlığının əldə olunması üçün mütləq məhkəmə keçmişi haqqında arayışın kağız formatında təqdim olunması tələb ediləcək. Nazirliyin hazırladığı müvafiq sənəd Prezident Fərmanı layihəsi normativ hüquqi aktların layihələri portalında dərc edilib. Sənəddə göstərilir ki, bu arayış müvafiq formada xarici ölkənin səlahiyyətli orqanı tərəfindən Rusiya Federasiyasının hüdudlarından kənarda həmin ölkənin qanunvericiliyinə uyğun şəkildə verilməlidir. Arayışda əcəmi vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin məhkumluğunun olmaması təsdiqlənməli. Əgər məhkumluq mövcuddursa, onların törətdiyi cinayətlərin siyahısı, günah forması və cinayət tətbiqinin olmaması barədə məlumat əksini tapmalıdır. Arayış vətəndaşlıq almaq üçün müraciət edildiyi tarixdən ən gecə 3 ay əvvəl verilməlidir. Fərman layihəsinə əlavə olunmuş izahat qeydlərində bildirilir ki, bu sənədi təqdim etməkdən bəzi şəxslərin azad olunması nəzərdə tutulur. Belə ki, fəaliyyət qabiliyyəti olmayan şəxslər, 14 yaşına çatmamış uşaqlar, Rusiya Silahlı Qüvvələrində və ya hərbi birləşmələrdə kontrakt əsasında xidmət edən hərbi qulluqçular, Rusiyada qaçqın statusu, siyasi və ya müvəqqəti sığınacaq almış şəxslər bu sənədi təqdim etməkdən azad olunacaq.